Steel Brainrot'a təzə gələn Valiant eventinin ikinci bölümüdür və təzə Valiant admin ürək admin makinesi, yəni normal admin makinesinin ürək formu, bir dənə də gift gəlir. Və təzə Valiant admin makine. Burada random event hər saat müxtəlif event, müxtəlif Brainrot və müxtəlif Lucky Block və Lucky'lər gəlir. Və ürək Lucky Block'u da gələ bilər. Təzə Valiant Gift Shop, yəni bu Valiant Gift, Send Gift, bu Send Gift Friends. Hə, deyir, dostlarınıza %25 dinci hissəm yoxdur, bağışlayın. Təzə Capit Mix gear, təzə əşya gəlir. Hə, bu əşya insanlar görünməz eləyir, həm də uçura bilir. Və limited sürəlidir. Təzə Valiant Base Skin gəlir. Valiant, yəni Valiant Brainrotları alaraq bu Base Skin'i eləyə bilərsiniz. İndi gəlin, baxaq. Yaxşı, gəldi. İndi Bombardino isə nəysə, indi Skip the Leaks-də təzə trade makinesi, yəni o bayaqçı Gift Send'də trade makinesi gəlir. Trade makine, istədiyiniz oyuncu ilə trade eləyə bilərsiniz. Sonra təzə VLC Duel gəlir. Bu Rebirth Index Shop mağazanın təzə yerinə də, yəni burada duel gəlir. 3 dənə idi, indi 4 dənə oldu. Yaxşı, indi təzə gələn base skin'i də göstərim. Təzə gələn base skin də bu Valiant base skin. Baxın belə. Qəşəng ürəkli base skin'ə oxşayır. Ürəkli, rəngbərəng. Səhrayı ürəklər də rəngbərəng, üstündə asılı. Bir dənə base skin'ə oxşayır. Bu base skin birinci partda gəldi, birinci bölümdə gəldi. Bu base skin də bu dəfə gələcək. Qəşəng base skin'ə oxşayır. Ürəkli, rəngbərəng, mavi, səhrayı, qırmızı. Qəşəng base skin'ə oxşayır. Yaxşı. Burada da təzə update deyir. 15 Şubat, yəni saat 00-da. Yaxşı. Elə güncəlləmə bu qədər idi. Başqa çox bir şey olmur. Bir dənə də şey. Bir də bu yadımdan çıxdı. Nə oldu? Bir də bu Brainrotlara baxın. Səhrayı Brainrotlar gəlir. Təzə ürək eventi gəlir. Ürəkli Candy oxşayır. Candy yazır. Üstündə Candy yazır. Bundan da. Nəysə, güncəlləmə bu qədər idi. Nəysə, bu %25 indirin. Nəysə, güncəlləmə bu qədərdir. Yaxşı. Yaxşı, güncəlləmə bu qədər idi. Sonraki videolarda görüşərik. Bye bye.